Azərbaycanda aparılan tikinti və abadlaşdırma işləri xarici şirkətlərin də diqqətini cəlb edir. Bugün Bakıda beynəlxalq çiçəkçilik, peyzaj və şəhər salma sərgisi öz işinə başlayıb. Sərgidə 12 ölkədən gəlmiş 150 şirkət iştirak edir. Azərbaycanda həyat bacasını səliqəyə salmaq istəyənlər üçün yenilik var. Bugün Bakıda beynəlxalq çiçəkçilik, peyzaj və şəhər salma sərgisi öz işinə başladı. Burada müxtəlif ölkələrin və Azərbaycanın şirkətləri gül çiçək, müxtəlif dizayn və görünüşə malik həyat bacanı bəzəyə biləcək dekorativ əşyaları və bunu həyata keçirə biləcək texnikanı nümayiş etdirirlər. Məsələn, uzaq Malaziyadan gəlmiş bu cənab Azərbaycanlılara idman meydançaları üçün materiallar təklif edir. Biz qaçış zolaqları, stadionlar və oyun sahələrindəki səth üçün rezin granulalar istehsal edirik. Ölkəniz bizim üçün yeni bazar olduğundan burada genişlənmək istəyirik. Ümumiyyətlə, dekorativ bitki biznesi gəlirli sahə imiş. Sərgidəki 11 türk şirkətlərin birində çalışan peyzaj dizayneri Ali Kutlu deyir ki, hər il 70 hektar sahədə 2 milyondan artıq dekorativ bitki yetişdirir. Şirkət öz məhsullarını Azərbaycanla yanaşı Türkmənistan və İraqda satır. Dekorativ bitkilərlə maraqlananlar az deyil. Bir de burada tabii bitki türü daha az olduğu için ve biz firma olarak genelde bitki ağırlıklı bir stand oluşturduğumuz için bu insanların daha fazla ilgisini almaksa. Qiymətlərə gəldikdə onlar ölçü və dizayna görə dəyişir. Məsələn, top şəkilli dekorativ kollar 50-60 manat, şam ağaclarının qiyməti isə 70-100 manat arası dəyişir. 2015-ci ilin kənd təsərrüfatı ilə olduğundan, həmçinin ölkəmizdə Avropa yay oyunları keçirdiyinə görə şirkətlər bu məhsullara tələbatın artacağını gözləyirlər. Qazon işləri var bizdə, taxta məmulatlar, sonra dekorativ daşlar, yəni uşaq oyun meydançası dedikdə ağlınıza ilk gələn hər şey bir villanın sıfırdan hazırlanması üçün lazım olacaq, ağlınıza gələcək hər bir şeyi bizim şirkət sizə təqdim edir. Sərgini ziyarət edənlərin gördükləri ilə bağlı fikirləri bir mənalı deyildi. Zövq aldığım çox bitkilər oldu. Yəni gələcəkdə düşünürəm dekor kimi istifadə eləməyi. Bağ salınmaya və şəhərdə belə deyək də bulvardakı ab-havanı oradan götürmək olar. Çünki orada elə bir şeylər var ki, bulvara yeri var. Bu beynəlxalq sərgidə 12 ölkədən 150-dən çox şirkət təmsil olunur. Ümumilikdə sərgi 2 gün davam edəcək. Amma bir şey əminliklə söyləmək olar ki, burada görəcəyinizlər mütləq zövqünüzə oxşayacaq. İsmail Vətəliyev, Əvəz Hacıyev, Space.